ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Tövhid kitabını şərhini davam etdiririk. Müəllif rahimehullah dəlil olaraq bir neçə ayə gətirmişdir. Ayələrdən yəni ikisini götürdük. Birincisi Zariyat surəsi 56-cı ayədir. Və mə xalaqtul cinnə vəl insə illə liya'budun. Mən cinləri və insanları yalnız mənə ibadət etmələri üçün yaratdım. Yəni bu onu bildirir ki, yaradılışın əsas qayəsi qulluqdur, Allaha olan ibadətdir və ibadətdə Allah Teala'nı təkləşdirməkdir. Və ikinci ayə isə Nəhl surəsi 36-cı ayədir. Və ləqəd bə'athnə fi kulli ümmətin rasulən ən i'budullaha vəctənibud dağut. Yəni biz hər bir ümmətə rasul göndərdik ki, yalnız Allaha ibadət etsinlər və yəni insanlar yalnız Allaha ibadət etsinlər və tağutdan çəkinsinlər. Yəni Allahdan qeyrisinə ibadətdən, şeytandan, abidlərə ibadətdən çəkinsinlər. Yəni bu kitab, Tövhid kitabı, yəni demək olar ki, müqəddimə ilə birgə 67 və yaxud 66 bölümdən yəni ibarətdir. Mündəricət kimi götürsək, birinci müqəddimədə 5 bölüm var. Çünki bu bölümləri bilmək mündəricət kimi insanda kitab haqqında ümumi fikir formalaşmasına yəni səbəb olur. Birinci Tövhidin vacibliyi bölümüdür. Bundan sonra ikinci bölüm Tövhidin fəziləti haqqında olan bölümdür. Və üçüncü isə kim tövhidi gerçəkləşdirərsə cənnətə hesabsız daxil olacaqdır. Dördüncü bölüm isə şirkdən qorxu bölümü və beşinci isə La ilahə illallah şəhadətinə çağırış bölümüdür. Və həmçinin digər bölümlər də var. Bunlar hamısı yəni müəyyən mənaları özündə əhatə edir. Məsələn, ikinci olaraq tövhidin təfsiri, izahı və onun da altında bir neçə bölüm var. Yəni belə tədricən inşallah götürərik. Və sual olaraq nə üçün yəni biz bu kitabı götürürük? Çünki bu kitabı Rabbani alimlər tövsiyə etmişlər və həmçinin yəni bu bölümdə yazılan kitablar içərisində ən gözəl yazılmış bir kitabdır. Və həmçinin müəllif rahimehullah müxaliflərin hüccətini gözəl şəkildə ibtal etmiş və həmçinin dəlillə onların şübhələrini rədd etmişdir. Və həmçinin bu kitab yer üzərində qəbul tapmışdır Allah Teala tərəfindən və eyni zamanda yəni alimlər bu kitabı əzbərləməyi və həmçinin fəhm etməyi nəsihət etmişlər. Və həmçinin bu kitabın bölümlərə bölünməsi, tərtibatı olduqca gözəldir. Və həmçinin ona görə bu kitabı oxuyuruq, öyrənirik ki, alimlər bu kitabı tədris etməklə maraqlanıblar və həmçinin bu kitabın çoxlu şərhləri vardır. Və həmçinin bu kitab Quran və sünnədən dəlillərlə doludur. Demək olar ki, burada müəllifin yəni sözləri yoxdur. Hamısı birbaşa Qurandan ayə və həmçinin hədislərdən, sünnədən hədislər, dəlillər gətirilir. Və eyni zamanda ibarələri, ifadələri asandır. Və həmçinin yəni alimlər yəni bu kitabın müəllifi üçün elmdə irəli getdiyi haqqında şəhadəti vardır, şahidlik ediblər və həmçinin etiqadının salamat olması haqqında və həmçinin müəllif rahimehullah sələflərin yolu ilə getmiş bu kitabda
yəni öz sözündən heç nə gətirməmiş. Necə ki, Buxari rahimehullah öz səhih əsərində yəni öz sözünü gətirmir. Bölüm açır və birbaşa hədisləri gətirir. Deməli, birinci biz müqəddimədə iki ayə götürdük. Ayələrdən birinci Zariyat surəsi 56-cı ayə oldu. Və mə xalaqtul cinnə vəl insə illə liyabudun. Mən cinləri və insanları yalnız mənə ibadət etmələri üçün yaratdım. Ümumiyyətlə, tövhidin də biz təfsirini, izahını götürdük ki, lüğəvi mənası vahhadə sözündən götürülüb. Yəni, birləmək, yəni təkləşdirmək mənasını verir. Amma şəri mənası isə yəni Allah Teala'nı Allaha xas olan işlərində, rübubiyyətində, uluhiyyətində və ad və sifətlərində təkləşdirməkdir. Və tövhidin üç növü var. Rububiyyət tövhidi, uluhiyyət tövhidi və həmçinin ad və sifətlər tövhididir. Tövhidin üç növü var. Rububiyyət tövhidi, uluhiyyət tövhidi, ibadət tövhidi də deyilir həmçinin buna və həmçinin ad və sifətlər tövhidi. Rububiyyət tövhidinin tərifində keçir ki, Allah Teala'nı yaratmaq, mülk, idarəçilik və həmçinin Allah Teala'nın özünə aid olan işlərində təkləşdirmək. Yəni, insana etiqad etməsi ki, yəni yaradan tək olan Allahdır, mülk tək olan Allaha aiddir, idarə etmək tək olan Allaha aiddir. Yəni, insanın bunu etiqad etməsi, rububiyyət tövhidini qəbul etməsi deməkdir. Amma uluhiyyət tövhidi isə İfradullah Teala bil ibadə, ibadətdə Allahı təkləşdirməkdir. Yəni, insan öz əməllərində, etdiyi ibadətində Allaha təkləşdirməsidir. Yəni, yalnız onu şəriki olmayan, tək olan Allaha yönətməsidir və o ibadətdə məxluqun kimliyindən asılı olmayaraq heç kəsin payının olmamasıdır. Və üçüncü qism isə ad və sifətlər tövhididir. Üçüncü qism ad və sifətlər tövhididir. Və ad və sifətlər tövhidinin tərifində keçir ki, Allah Teala'nı özünü adlandırdığı və özünü vəsf etdiyi sifətlərlə, adlarla təkləşdirməkdir. Və həmçinin sünnədə Peyğəmbər sallallahu aleyhi və səlləmin dili ilə hansı adları Allaha verir və hansı vəsfləri veribsə və onu isbat etməkdir. Yəni, Allaha isbat etmək, nəyi nəfi edibsə, inkar edibsə onu inkar etmək, təhrif etmədən, və bu şərtlərlə təhrif etmədən, yozmadan və inkar etmədən və həmçinin keyfiyyətinə varmadan və bənzətmədən. Yəni, Allah Teala'nın ad və sifətlərini olduğu kimi isbat edir, təhrif etmirik, yozmuruq, inkar etmirik və həmçinin necəliyinə varmadan və bənzətmədən isbat edirik. Yəni, əməllərin qəbulu yalnız tövhidlə olur. Tövhid olmasa əməllər qəbul olmur və biz də yaradılmışıq ki, Allah Teala'nı ibadətdə təkləşdirək və həmçinin cənnətə yalnız muvahhid daxil olacaqdır. Allahı ibadətdə təkləşdirən, yəni Allaha şərik qoşan yox, Allahı təkləşdirən, tövhid əhli olan kimsə daxil olacaqdır və həmçinin tövhid bütün peyğəmbərlərin dəvətidir. Və həmçinin tövhidi gerçəkləşdirmək insanın şirkə düşməsinə bir maneədir. Və həmçinin tövhid savabların çoxalmasına səbəbdir. İbadət iki şeyə deyilir. Yəni, Allah Teala və mə xalaqtul cinnə vəl insə illə liyabudun. Mən insanları və cinləri yalnız mənə ibadət etmələri üçün yaratdım. Birincisi, ibadət edən, əməl edən baxımından ibadət nədir? İbadət insanın Allahın əmrlərini yerinə yetirməklə və qadağalarından çəkinməklə, Allahı sevərək və təzim edərək qarşısında zəlil olmasıdır. Bu feil olaraq ibadət budur. Və bir də var, hansı ki, olunan əməl, hansı ki, ibadət, onun tərifində İbn Teymiyyə rahimehullah buyurur ki, ismun cəmi'un likulli mə yuhibbuhullah və yardahu minəl əqvali vəl-ə'mali əz-zahirati vəl-batinə. Allah Teala'nın sevdiyi və razı qaldığı zahiri və batini söz və əməllərin ümumi adıdır. Demək, ibadət nədir? İbadət Allah Teala'nın sevdiyi və razı qaldığı söz və zahiri və daxili, batini söz və əməllərin ümumi adıdır. Yəni, bu da onu bildirir ki, ibadət sözlərdən və əməllərdən ibarətdir. İbadət
sözlərdən və əməllərdən. Hansı sözlər, hansı əməllər? Yəni o sözlər ki, Allah Teala onu sevir və razı qalır, onları danışmaq ibadətdir. Və o əməllər ki, Allah Teala onu sevir və ondan razıdır, onları etmək ibadətdir. Deməli, ibadət iki şeydən ibarətdir. Sözlər və əməllər. Hansı sözlər və əməllər Allah Teala sevdiyi və razı qaldığı daxili və zahir. Deməli, insanın daxilində də sözlər və əməllər vardır və həmçinin zahirində də sözlər və əməllər vardır. Deməli, bu müqəddimədə müəllif rahimehullah qeyd olunduğu kimi dəlillər gətirir. Birincisi elə Zariyat surəsi 56-cı ayə və ikincisi isə Nəhl surəsi 36-cı ayədir. وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنْ يَعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Yəni biz hər bir ümmətə Rasul göndərdik ki, yalnız Allaha ibadət etsinlər və tağutdan, Allahdan qeyrisinə ibadətdən çəkinsinlər. Deməli, bu ayədə üç gücləndirici amillər vardır. Birincisi, Əl-Qasamul Muqaddər. وَلَقَدْ deyildiyi zaman təqdirdə and var. Təqdirdə olan and. İkincisi, ləm və ləqad, ləm hərfi də təkidi bildirir və həmçinin qad, ərəb dilində qad ədatı da təkidi gücləndirməyi bildirir və bu da onu bildirir ki, Rasullar hamısı tövhid üzərində yekdil olublar. Yəni, hamısı, Rasulların hamısı tək olan Allaha ibadətə çağırış ediblər, dəvət ediblər. Yəni, Allah Teala da onları bundan ötürü göndərmişdir, tövhiddən ötürü. وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ. Yəni, hər bir ümmətə. Və burada ümmət, İbn-i Hüseyin rahimehullah buyurur ki, yəni ümmət deyildiyi zaman ümmət sözü Quranda keçir, bir neçə məna verir. Yəni, onlardan biri elə bu ayədə keçən mənası tayfa, dəstə mənasını verir. Yəni, hər bir qövmə, yəni ümmət sözünün mənalarından biri qövm, dəstə, cəmaat. Yəni, hər bir qövmə biz Rasul göndərdik ki, yalnız Allaha ibadət etsinlər və Allahdan qeyrisinə ibadətdən çəkinsinlər. İkinci ümmət sözünün mənalarından imam, yəni ümmət sözünün, Quranda keçir ümmət, söz olaraq, ləfz olaraq ümmət sözü keçir. İkinci mənası isə imam deməkdir, rəhbər, nümunə götürülən kimsə. İnnə İbrahimə kənə ümmətən qanitən lillahi hanifə. Yəni, İbrahim aleyhissalam bir ümmət idi, yəni bir nümunə götürülən şəxs idi. Allaha müti olan hənif, batildən haqqa yönələn, haqq üzərində olan birisi idi. Və həmçinin ümmət sözünün üçüncü mənası millət, din mənasını verir. Bəl qalu innə vəcədnə əbəənə alə ümmətin. Onlar dedilər ki, biz atalarımızı bir ümmət, yəni bir din üzərində gördük. Və həmçinin dördüncü mənası isə zaman, vaxt mənasını verir. Və qaləl-ləzi nəcə minhumə vəddəkərə bə'də ümmətin. Vəddəkərə bə'də ümmətin. Deməli, Yusuf surəsində o iki zindanda olan iki nəfərdən biri, hansı ki xilas olanlardan biri, onlardan biri hansı ki xilas olmuşdur. Vəddəkərə düşündü, bə'də ümmətin, müəyyən vaxtdan sonra. Bə'də ümmətin. Yəni, buradakı ümmət sözü vaxt mənasındadır. Ona görə bunlar bilinməlidir. Yəni, insan bir sözü bilir, bütün Qur'anı onu şamil edə bilməz. Deməli, eyni söz, ləfz olaraq eyni ləfz gəlir. Məsələn, burada dəstə, cəmaat mənasını verir və burada başqa ayədə nümunə götürülən bir kimsə mənasını verir, başqa ayədə din mənasını verir və başqa ayədə isə zaman, vaxt mənasını verir. Və həmçinin ayədə keçir ki, vəctənibu tağut və tağutdan çəkinsinlər, yəni uzaq olsunlar, Allahdan qeyrisinə ibadətdən uzaq olsunlar. Və biz götürdük ki, İctənibu sözü yəni daha şiddətlidir. Hətta haram sözündən də belə daha şiddətlidir. Yəni, uzaq olun, yəni o bir tərəfdir, siz başqa bir tərəfdir, o yaxın gəlməyin. Necə ki, Allah Teala içki haqqında buyurur, fəctənibu, yəni ondan çəkinin. Yəni, nə belə cəm sözündən, yəni o başqa bir tərəfdə olsun, siz başqa bir tərəfdə heç yaxın gəlməyin. Yəni, bəziləri deyir ki, orada haram sözü keçmədi axı.
Yəni fəctənibu sözü haram sözündən daha şiddətlidir məna baxımından. Və həmçinin əcmə məqilə fi tərifi tağut sözü haqqında yəni çoxlu təriflər var və daha əhatəli olan İbn Qayyim rahimehullahın gətirdiyi tərifdir. Mə təcavüzə bihil abdu haddəhu min mətbu'in aw ma'budin aw mudah. Yəni qulun itaət olunan, tabi olunan və ibadət olunanda həddini aşmasıdır. Həddini aşmasına tağut deyilir. Və buradan da nəzərdə tutulan əgər o insan razı olarsa. Və burada tabi olunan deyildiyi zaman yəni kahinlər, sehirbazlar, pis alimlər və məbud isə, ibadət olunan isə bütlərdir və itaət olunan isə Allaha itaətdən çıxan əmirlərdir. Yəni bu ayə dəlalət edir ki, yəni bütlər də tağutlardandır, hansı ki onlar Allahdan qeyri ibadət olunduğuna görə. Və həmçinin tağut sözündə iki baxış var. Yəni bir var, yəni ibadət olunan, bir də var ibadət edən. İbadət edən. Yəni ola bilər ibadət edən baxımından və yaxud da itaat edən baxımından, yəni tağut olsun, amma olunan baxımından isə, yəni orada bir qeyd var ki, razı qalmasıdır. Razı qalmasıdır. Razı qalarsa bu işlərə, onda o insan özü tağut olur. Məsələn, peyğəmbərlərə, salih insanlara ola bilsin ibadət olunur. İbadət onların heç biri isə buna razı deyil. Məsələn, peyğəmbərlərə ibadət olunur, peyğəmbərlərin heç biri bundan razı deyil və o baxımından onlar tağut sayıla bilməz. Amma kim ona olunan ibadətdə buna razıdırsa o tağut sayılır. Və həmçinin tövhidin tamamlanması iki rükunla olur. İki rükunla olur. Yəni iki dayaqla. İki dayaq olmasa tövhid sayılmır. Yəni tövhidin iki rükunu, iki dayağı vardır. Ən-nəfyu vəl-isbat. Nəfi inkar, isbat isə isbatdır. Çünki nəyə görə? Çünki xalis nəfi, xalis inkar bu tam aradan qaldırmaq sayılır, inkar sayılır. Və xalis də isbat, yəni şərikliyə mane olmur. Şərikliyə mane olmur. Misal olaraq, filan kəs ayaq üstədir. Yəni, Muhammed ayaq üstədir. Yəni, bu nə deməkdir? Bu, sən bununla Muhammedin ayaq üstə olmasını isbat edirsən. Amma bu söz, yəni ayaq üstə olan kimsələrin tək Muhammedin olduğuna dəlalət etmir. Amma sən desən ki, Muhammed qaimun, Muhammed ayaq üstədir, amma heç kəs qalxmayıb. Amma burada artıq nə başa düşülür? Ayaq üstə olan tək Muhammeddir. Deməli, sən onun qiyamını, ayaq üstə olmasını bununla, bu sözlə təkləşdirmiş olursan. Deməli, bu da onu bildirir ki, inkar və isbat ikisi birlikdə olmasa tövhid sayılmır. İkisi birlikdə olmasa tövhid sayılmır. Məsələn, la ilahə illallah. La ilahə illallah. Məsələn, insan tək la ilah desə, la ilah, la ilah, la ilah, la ilah, ilah yoxdur, ilah yoxdur, ilah yoxdur. Onda o insan bu sözü ilə artıq bütün ibadət olunan, ilah nə deməkdir? İbadət olunan, ibadət olunanları inkar etmiş olur. O cümlədən də Allahı da inkar etmiş olur. Məsələn, sən deyəndə ki, tək illallah, 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 yəni Allah var demək mənasında isbatdır. Və Allah var sözü də şərikliyə mane olmur. Və ona görə ikisi birlikdə olmalıdır ki, tövhid olsun. La ilahə illallah. La ilahə illallah. Yəni Allahdan başqa ibadətə haqqı olan məbudu yoxdur. Yəni Allahdan başqa ibadət olunanlar var. Amma o ibadət olunanlar batildir
haqqıyla ibadət olunan isə yalnız Allahu Teala'dır. Deməli, bu da mühüm məsələdir. Deməli, la ilahə illallahın, yəni tövhidin iki rükünü, iki dayağı var. İki dayağı var. Onlardan birincisi inkar, ikincisi isə isbatdır. Yəni, tövhid olması üçün, təkləşdirməsi üçün mütləq inkar və isbat birlikdə olmalıdır. Tək olmalı deyil. Məsələn, bəzi, yəni sufilərdə var, onlar ümumi götürürlər ki, əgər la ilahə sözü təmizləməkdirsə, illallah bu isbatdır. Ona görə biz de ayrıca, məsələn, ayrıca la ilah bir 100 dəfə, 200 dəfə la ilah edirlər. Və yaxud sonra isə illallah. Sözsüz ki, bu doğru deyildir. Yəni, bu illallaha çatıncaq ölsə, deməli, Allah'a da inkar etmiş ölür. İnkar etmiş olur. Ona görə ikisi birlikdə olmaz, tövhid olsun. La ilahə illallah. İnkar və isbat. Rasulların göndərilməsindən hikmət nədir? Rasulların göndərilməsindən hikmət birinci hüccətin qaldırılmasıdır. Yəni Allah Teala buyurur: "Rusulan mubeşşirin və munzirin li'alla yakuna lin-nasi 'alallahi huccetun ba'da'r-rusul." Biz müjdə verən və qorxudan rasullar göndəririk ki, onlardan sonra insanların Allaha qarşı heç bir bəhanə yeri qalmasın deyə. Yəni rasulların gəlməsi ilə artıq, yəni insanların bəhanəsi kəsilir. Yəni bəhanə gətirə bilməyəcəklər. İkinci hikmət isə rəhmətdir. Rasulların gəlməsi bir rəhmətdir. Allah Teala buyurur: "Və mə arsalnake illə rəhmətən lil aləmin." Səni bütün aləmlərə rəhmət olaraq göndərdik. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin göndərilməsi özü özlüyündə bir rəhmətdir. Üçüncü hikmət isə Allaha çatdıran yolu bəyan etməkdir. Rasulların gəlməsindən, göndərilməsindən üçüncü hikmət Allaha çatdıran yolu bəyan etmək, izah etmək, aydınlaşdırmaqdır. Əgər rasullar olmasaydı, göndərilməsəydi, yəni insanlar Allaha necə ibadət edəcəklərini bilməzdilər. Və bundan sonra müəllif rahimehullah dəlil gətirir. İsra surəsi 23-cü ayəni. Bu da tövhidə dəlillərdəndir. Və qada rabbuka alla ta'budu illa iyyah və bil valideyni ihsana. Rəbbim buyurdu ki, yalnız ona ibadət edin və valideynlərə yaxşılıq edin. Və qada rabbuka. Deməli, qada, yəni buradakı mənası. Qada mənaları var. Təqdir etmək mənasını da verir. Və həmçinin buyurmaq və şər'i qada var. Yəni buradakı qada sözünün mənası şər'i qada, yəni buyurmaq mənası. Bir də var kovni qada mənasında, təqdir etmək mənasında. Və qada rabbuka alla ta'budu illa iyyah. Rəbbim buyurdu ki, yalnız ona ibadət edin. Və bil valideyni ihsana. Valideynlərə yaxşılıq edin. Və burada keçən əllə ta'budu illə iyyah, bu söz özü la ilahə illallah, tövhid kəlməsinin dəlalətidir. Əllə ta'budu illə iyyah. Yalnız ona ibadət edin, başqasına ibadət etməyin. Və biz də götürdük ki, tövhidin rükunları inkar və isbatdır. Yəni ikisi ilə tövhid hasil olur. Və buna görə də, yəni kim inkar edərsə, la ilah deyir, illallahı deməzsə, o tövhid əhli sayılmır. Və kim isbat edərsə, desə ki, Allah var, amma Allahdan qeyri ibadət olunanları inkar etməzsə, o da muvahhid, tövhid əhli sayılmır. Ona görə insanın tövhid əhli sayılması üçün inkar və isbat olmalı. La ilahə inkar, illallah isə isbatdır.
Və həmçinin əllə tə'budu illə iyyəh. Bu da həmən mənanı verir. Əllə tə'budu, la iləhə illallahın mənasını verir. La iləhə mənasını verir. İllə iyyəhu isə illallah mənasını verir. Və həm inkar gəldi. Əllə tə'budu, ibadət etməyin. İllə iyyə, ondan başqa. Deməli, inkar və isbat olarsa bu tövhid sayılır. Və həmçinin buna oxşar, bundan öncəki ayətdə keçdi. Ən-i'budullaha vəctənibut tağut. Allaha ibadət edin və tağutdan, yəni Allahdan qeyrisinə ibadətdən çəkinin. Yəni u'budullah bu isbatdır. Vəctənibut tağut, tağutdan çəkinin, Allahdan qeyrisinə ibadətdən çəkinin, bu isə inkardır. Və burada da həmçinin Allah Teala buyurur: "Və qada rabbuka alla ta'budu illa iyyah." Rəbbim buyurdu ki, yalnız ona ibadət edin. Dini xalis şəkildə, təmiz şəkildə ona aid edin. İbadətdə onu təkləşdirin və heç bir şeydə Allaha şərik qoşmayın. Və bundan sonra digər əmirlər gəlir və inşallah məsələlərdə buna qeyd olunacaqdır. Hər bir bölümdə məsələlər yəni qeyd olunur və onlar özü də mühümdür. Deməli, burada tövhid əmri ilə başlandı. Dini Allaha aid etmək və həmçinin bu ayələrdə çoxlu əmirlər keçir. 18 əmir və qadağa vardır. 18 əmir və qadağa və birinci əmr isə elə və qada rabbuka əllə ta'budu illə iyyəh. Rabbim buyurdu ki, yalnız ona ibadət, ondan başqasına ibadət etməyin. Amma bundan əvvəlki ayələrdə isə lə təcəl mə'allahi iləhən əxar. Allahla yanaşı başqa ilah tutma. Fətəq'udə məzmumən məxzulə. Məzəmmət olunmuş, qınanmış və yardımsız halda qalarsan. Və qada rabbuka əllə ta'budu illə iyyəh. Sonra buyurur ki, Rəbbim buyurdu, yalnız ona ibadət edin. Deməli, burada əmirlər, qadağalar vardır. Həm şirkdən çəkindirmə və həmçinin tövhidin əmr olunması vardır. Və bu da onu bildirir ki, tövhidin əmr olunması və həmçinin şirkdən çəkindirmək mətləblər içərisində ən uca mətləb sayılır. Və buna görə də birinci elə ondan başlanmışdır. Və birinci Allahın haqqı gəlir. Çünki Allahın qulları üzərində olan haqqı insanların yalnız Allaha ibadət etmələridir. Və sonra isə valideyn haqqı gəlir. Valideynlərin haqqını Allahın haqqından dərhal sonra Allah Teala gətirir. Və bu da onu bildirir ki, yəni Allah Teala'nın haqqından sonra ən əzəmətli haqq valideynlərin haqqıdır. Və buna görə də valideynlərin haqqını digər haqlardan, vaciblərdən öndə gətirmişdir. Və Quranda yəni bir çox yerlərdə gəlir. Yəni bu formada gəlir Allahın haqqı və Allahın haqqı ilə yanaşı valideynlərin haqqı. Və həmçinin digər bundan sonra gələn ayələrdə də bu gələcəkdir. Və burada keçən və bil valideyni ihsənə, valideynlərə ihsan, yəni yaxşılıq edin. Və burada Allah Teala yaxşılığın növünü təyin etmədi. Ona görə ki, ihsan sözü bütün yaxşılıqları özündə əhatə etsin deyə. Həm sözlə və həmçinin əməllə olan yaxşılıqları. Və bu da xitabın kamilliyinə, olunan xitabın kamilliyinə dəlalət edir və həmçinin onun dəlalətinin əzəmətinə dəlalət edir. Çünki içərisində nə qədər yaxşılıqlar varsa, ihsənə sözü onu əhatə edir. Və bil valideyni ihsənə, valideynlərə yaxşılıq edir. Ey əhsin ləhum məstata'at. Yəni bacardığın qədər yaxşılıq et, hər bir sahədə, hər bir yolla, hər bir üslubla. Və yəti haqqun azam lil valid ində buluğihimə əv əhədihimə əl-kibar.
və onlar yaşlandıqları zaman isə haqq daha da böyük, şiddətli, əzəmətli olur. Çünki ayədə keçir ki, İmmə yəbluğannə indəkəl kibara əhaduhuma əv kilahuma fələ təqul ləhumə uffin və lə tənharhumə. Onlardan biri və yaxud da ikisi sənin yanında qocalıq çağına çatarsa, onlara uf belə demə və onları acılama. Yəni, qocalıq çağına çatması artıq zəifliyin gücdən düşməsi və köməyə, yardıma ehtiyac olan bir dövrdür və buna görə də valideyn haqqı daha təkidlə gəlir. Onlara yaxşılığın olunması və xüsusən də yaşlandıqdan sonra. Və həqiqətən də valideynlərin və yaxud da onlardan birinin yəni yaşlandığı vaxt evdə olması bu da Allah Teala'nın bir tövfiqi, müvəffəqiyyətidir. Qulu üçün, onların haqqını yerinə yetirmək üçün və onlarla maraqlanmaq üçün və burada da böyük bir bəxşişlər, ətalar vardır. Allah Teala'nın neməti vardır və Allah Teala da bu neməti bəndələrindən istədiyinə bəxş edir və bunun üzərində də böyük, saysız dərəcə səmərələr və bəhrələr vardır. İmmə yəbluğannə indəkəl kibara əhaduhuma əv kilahuma fələ təqul ləhumə uffin. Onlardan biri və yaxud da ikisi sənin yanında qocalıq, düşkünlük çağına çatarsa, onlara uf belə demə. Və diqqət yetirin, burada qocalıq halında yaşlandıqdan sonra, çünki insan yaşlandıqdan sonra o zəif halında artıq gücdən düşür və həmçinin fikirləşməsi və davranışı da zəifləyir və həmçinin digər xəstəliklərdən yəni əziyyət çəkir və bu da bəzən bəzi insanları bezməyə, valideynindən, onlardan birindən bezməyə gətirib çıxardır və buna görə də bu böyük məsələ gəlir ki, fələ təqul ləhumə uffin. Hətta o yaşlandığı halda, yaşlandıqdan sonra uf belə demə, onları acılama. Demək, burada uf sözü keçir. Və hiyə əqallu mə yəkunu minəl isəə qovliyyə. Yəni, sözlə edilən pisliklər içərisində ən yüngülüdür. Əgər bu olmazsa, bundan böyüyü heç də olmaz. Deməli, ayə təəffufdən, uf deməkdən yəni çəkindirmişdir. Əgər uf olmazsa, uf demək olmazsa, bundan da böyüyü necə olsun? Daha şiddətlidir. Sözlə pislik etmək və yaxud da sərt söz demək, acı sözlər demək, acı şəkildə davranmaq daha şiddətlidir. Fələ təqul ləhumə uffin. Onlara uf belə demə və onları acılama. Və nəhr ərəb dilində fələ tənharhumə, yəni sözlə və həmçinin də əməllə pisləmək, acılamaq mənasını özündə əhatə edir. Və qul ləhumə qavlən kərimə, sonra Allah Teala buyurur ki, onlara xoş söz de. Yəni danışdığın zaman onlarla xoş söz de. Və bu da yarışma məqamıdır. Yarışma. Yəni insanın sözlər deyərkən ən gözəl ifadələri işlədərək valideynlərinə xitab etməsi. Kəthirun minən nəs idə ləqiyə əhədə istiqai və zümələ iştəyərən kəbira. Yəni bir çox insanlar öz dostları ilə, yoldaşları ilə qarşılaşdığı zaman ifadələri seçməyə çox çalışır. Çalışır ki, hörmətli qardaşım, əziz yoldaşım, belə sözləri ifadə edir. Amma anasının yanına gəldiyi zaman və yaxud da valideynlərin yanına gəldiyi zaman yəni o sözləri seçməyə çalışmır və ya da seçmir. Rubbama law anna ahada min an-nas law suni'a lahu ma'rufun ma asarahu bi ma'ruf wa ihsan wa asbaha kullama laqa zakara zalika al-ma'ruf. Və yaxud da insanlardan biri ona bir yaxşılıq etdiyi zaman elə bilir ki, o yaxşılığı ilə onu əsirə çevirir və hər dəfə onu gördüyü zaman ona gözəl şəkildə müraciət və yaxud da təşəkkür edir və gözəl şəkildə davranır. Amma ananın evladına olan yaxşılığı isə heç müqayisə olunmaz dərəcədədir.
və belə olduğu halda, yəni insan valideynin yaxşılığını necə unuda bilər? Və necə, yəni onlarla danışdığı zaman gözəl sözlər istifadə etməsin və yaxud da gözəl sözlərin heç bir payı olmasın. Və Buxari rahimehullah Ədəbül Mufrad, o əxlaq haqqında bir kitabı var. Mübarək bir kitabdır. Və orada bir bölüm açır. Valideynlərə yaxşılıq bölümü və orada ilk gətirdiyi hədis İbn Məsud radiyallahu anhudan deyir ki, Səəltü Nəbiyyə sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdum. Eyyül əməl əhəbbu iləllahi əzzə və cəl, hansı əməl Allaha daha sevimlidir? Deyir ki, as-salatu alə vaxtiyə, vaxtında qılınan namazdır. Qultu thumma ey, dedim ki, sonra hansıdır? Qalə thumma birrul valideyn, sonra valideynlərə yaxşılıqdır. Yəni, sonra hədisi axıra qədər gətirir və bununla yəni bu kitabda olan yəni ədəblərə diqqəti yönəldir. Əhəqqu mən yəkun bihəl valideyn, yəni onlar içərisində yəni əxlaq, davranış baxımından ən böyük əxlaqa, davranışa layiq olan insanın valideynləridir. Və qul ləhumə qavlən kərimə, onlara, yəni Allah Teala buyurur ki, xoş sözdür. Vaxfir ləhumə cənəhə zulli minər-rəhmə, sən zəlillik qanadlarını onların üzərinə rəhmətlə aç. Yəni insanın valideynlərlə davranışı təvazökar, mülayim, gülərüzlü şəkildə olmalıdır. Və sonra isə dua gəlir və qul rabbirhamhuma kəmə rabbəyani səğira, və deyir ki, ey Rəbbim, onlara rəhm et, necə ki onlar balaca ikən məni tərbiyə ediblər. Və buna görə sən də bu dua ilə maraqlanmalı və bu duanı da çoxaltmalısan. Və qul rabbirhamhuma, ey Rəbbim, onlara rəhm et, kəmə rabbəyani səğira, necə ki onlar məni balaca ikən tərbiyə ediblər. Və davamlı olaraq sən Rəbbindən onlar üçün rəhmət istəməlisən, onlar diri ikən də, ölü ikən də və bu duanı olduqca çoxaltmalısan. Və qul rabbirhamhuma, və deyir ki, ey Rəbbim, onlara rəhm et. Və buna görə də salih bir insan gərək bu dua ilə çoxlu maraqlansın və bu duanı unutmasın. Çünki bu məqam uca bir məqamdır. Və qul rabbirhamhuma kəmə rabbəyani səğira, necə ki məni balacalıqda tərbiyə ediblər, onlara rəhm et. Təzəkkurul lil-ihsən vəl-cəmil-səbiq. Elə bir ki, insan bununla necə ki məni balaca ikən tərbiyə ediblər, yəni əvvəl olan yaxşılıqları insanın xatırlamasıdır. Yəni bu da insana yardım edir. Elə bir ki, insan xatırlayanda ki, balacalıqdan indiyə qədər olan yaxşılıqlar, yəni insanın unutmamasına səbəb olur. Və kulləmə kənə mustahdiran əl-cəmilə səbir, insan nə qədər keçmiş olan yaxşılıqları xatırlayarsa, o gözəllikləri, və bu insanın valideynlərinə daha çox yaxşılıq etməsinə və həmçinin çoxlu dua etməsinə və duada unutmamasına səbəbdir. Hələlik bununla kifayətlənir. İnşallah bir neçə ayə qaldı bu bölümdə və inşallah suallar, bir-iki suallar da götürək.